Mövsümi viruslar yenidən aktivləşib. Həkimlərə müraciətlərin sayı gündən-günə də artır. Tibb işçiləri isə xəbərdarlıq eləyir ki, müşahidə olunan xəstəliyə qarşı çox diqqətli olmaq lazımdır. Bəs biz diqqətli ola bilirikmi? Boğaz, əzələ, oynaq ağrıları, halsızlıq, yüksək temperatur və öskürək. Son zamanlar bu şikayətlərlə həkimə üst tutanların sayı artıb. Burundan su açılır. Görürsən temperatur olur. Məndə 39-40 idi temperatur. O dərəcədə qalxmışdı. Sinəm zadım da tutulmuşdu mənim. Yəni indi də biraz qalın məndə. İntihası keçir gedir də və kimi də öyrəndə. Həkimlərin sözlərinə görə bu xəstəlik bəzən yüngül keçsə də düzgün müalicə olunmadıqda bronxit, sətəlcəm kimi ağırlaşmalara yol aça bilər. Risk qruplarına daxil olan insanların vəziyyətinin daha da pisləşmə ehtimalı var. Biz bazen deyirik ki, qrip enfeksiyonudur, belə keçərdə, yəni bir problem olmaz. Amma qrip enfeksiyonu da özellikle risk qrupu olan xəstələrdə, şəkərli diabeti, ürək xəstəliyi olan, böyrək yetməzliyi olan, eyni zamanda dializ tədavisi alan, eyni zamanda qaraciyər xəstəliyi olan xəstələrdə ciddi ağırlaşmalara səbəb ola bilər. Xəstəlikdən qorunmaq üçün isə düzgün qidalanmaq, istirahətə fikir vermək, əl gigiyenasına riayət etmək və ən əsası mövsümi peyvəndlərdən yararlanmaq tövsiyə olunur. Xüsusilə hamilə qadınların, xroniki tənəffüs sistemi xəstəlikləri olanların və 6 aydan yuxarı körpələrin qripə qarşı peyvənd olunması vacib sayılır. Qrip əleyhinə vaksinasiyaya keçmisiniz? Keçməmişəm, amma düşünürəm ki, keçəm. Çünki bir-iki gün bundan öncə elə evdə dedim ki, mən gərək gedən poliklinikadan qrip əleyhinə vaksinasiyadan keçəm. Həkimlər bildirirlər ki, qripə qarşı peyvəndlər immunitetin güclənməsinə və xəstəliyin ağır keçməsinin qarşısını almağa kömək edir. Vaksin qripin 4 ştamına qarşı qoruyuculuq gücünə malikdir. 2-3 həftə ərzində artıq bədəndə immunitet əmələ gətirir və davamlılıq müddəti orqanizmdə 6 aydan 1 ilə qədər qalır. Qrip peyvəndi olunanlara tapşırığımız budur ki, 2 həftə ərzində özlərini soyuq dərmədən qorusunlar. Çünki 2 həftədən sonra immunitet formalaşır qrip əleyhinə. Statistik məlumatlara görə ölkədə peyvəndlənmə ilə bağlı tərəddüdlər hələ də qalmaqdadır. Oktyabrın 8-dən noyabrın 13-ədək ümumilikdə 21.186 nəfər qrip əleyhinə peyvənd olunub. Qeyd edək ki, qripə qarşı vaksinasiya ödənişsizdir. Səhiyyə Nazirliyindən isə bildirildi ki, havaların soyunması ilə bəzi infeksiyaların yayılması təbii haldır və demək olar ki, bu vəziyyət hər il təkrarlanır. Bu dövrlərdə qeyd olunan profilaktik tədbirlərin görülməsi soyuq aylarda xəstəliklərdən qorunmağa kömək edir. Vüsal Arifsoy, Kəmran İsayev, Röyal Əsədov, ASTV Xəbər.